Mənim sonra çıxar yadımdan. Mən indi hələ güclə gəlib çatdım bura. İran Mədəniyyət Mərkəzində bir qəşəng bir tədbir vardı. İran İslam Respublikasından 8 dənə, səhv eləmirəmsə Tehrandandır, şair gəlmişdilər. Bizi də dəvət eləmişdilər. Bahəm onlarla bir çıxışlarımız oldu. Bir dənə bir şeir dedik, bir dənə onlar dedi yəni. Qəşəng bir tədbirdir. Bildilər ki, burada, hətta mən dedim ki, belə bir tədbir var. Amma onların o Hüseyniyyədə ki, bugün tədbirləri var deyə, dedilər bizim dilimizdən inşallah uzağımıza davada, o sağların hamısı da şairlərlə baxan, təbrik edirlər, mübarək bax edirlər. Allah var edəsin. Dedim, sonra çıxar yadımdan qoyun. Ya Allah, hacı, söz sahibi. Buyurun. Bu günləri Kərbəla qəhrəmanı, atasının zinəti olan Həzrəti Zeynəb salamullahi əleyhanı gözəl viladətidir. Bu əziz Mövlud günü münasibəti ilə başda İmam-ı Zaman Əcəlallahu Teala əleyh olmaqlığından siz əzizləri təbrik edirəm. Allah Teala bizi dünya və axirətdə Həzrəti Zəhra salamullahi əleyha və xanım Zeynəb salamullahi əleyhadan ayrı salmasın inşallah. Və məclisimizdə gözəl söhbətlər olacaq. Amma öncə Əhl-i Beyt Məddahlar qrupu ki, o məclisdə iştirak edir. Allah Teala onların vücudlarını da bir bəla eləsin. İnşallah Kərbəla-i Zahid qardaşımızdan xahiş edərik. Əvvəl ibtidanı bir neçə kəlmə Qur'an ayəsinin tilavəti ilə iftitah eləyərik. Ondan sonra Əhl-i Beyt Məddahlar qrupu öz gözəl səsləri ilə məclisimizə tazə nəfəslər nəsib eləyərlər və sonra da xanım Zeynəb salamullahi əleyha haqqında və dini mucizə nəsihətlər olacaq. Bahəm səlamətçiliyimizə və bu əziz Mövludun bütün dünya mümin və müminələrinə mübarək olması xatirinə İmam-ı Zamanın pak və mütəhhər cəmalına salavat zikr edin. Allahumma salli ala Muhammedin və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Söylesen fırlar orada. Burada yol bağlanmadı diye. Bismillahirrahmanirrahim.
Allah Zahir kardeşimizin sağ olasın, sesiyle, sözüyle Hazreti Zeynep sallallahu aleyhi ve Mevlud meclisine ziynet verdi. Allah amirlerimizden de razı olsun. Allah kardeşimiz, Güzel Hüseyin kardeşimiz, güzel amirlerimiz iştirak edipler, yakın çekip yine de gelecekler bu vatanımızdan da kesin. Bizden ve Ahmet Meddahlar grubunda Taşlar Aznası kardeşimiz olmalı. Sağ olasınlar. Hacı Nasır'ın bugün bir vacib işi varmış, bir rayona gelmeliydi bir meclise. Ama bildi ki burada Mevlüt diye etmedi. Allah onun canını sağ. Birinci defa da artık böyle bir şey diyor. Allah salamatını salavatını. Hacı Nasır buyurun. Gel. Gözler. Ey hanneden müşkülleri Öbadıl değil bir günah Etmişti kalbim benim yarım Bilmiş ölsem hatasın Enfedil bu müsterim Kiblegahim olmaram Kul senden özge kimseye Tanrısan ruzi verensen Yoktu senden digeri En büyük bir rütbeye Yükseldi senden kadrimiz Senden oldu kalbimiz Her gizli sırrın mezheri Kalbimin nurunla yaşlı Kalbimin nurunla yaşlı Allah olarak son nütkümü Verdiğin nimetler olsun Ta ki diller ezberi Nitki verdinse Güzel söz söylemekte lütfedir Şehrimiyle zahir olsun Gizli hikmet ziveri Lütfüne nasi sözüdür Bilmekte bilmen olsun Hem de vermiş biz onu Hak sana bu gövheri Ey müşkülleri halleden
Pərvərdigara səndən mədəd. Olarıq adıva qurban, atanın zinəti Zeynəb. Olarıq adıva qurban, atanın zinəti Zeynəb. Ey olan mövludi Ali, ey Xuda hikməti Zeynəb. Alimlərimizdən öyrənmişik ki, Zeynəb sözünün mənası Azərbaycan dilində və ərəb dilində Zeynəb, yəni atasının zinəti, atanın zinəti deməkdir. O günün nurunu ey kaş görə bilsəydi hər insan. Nəzərim var ki, olardı hamı İslamına heyran. O səbəbdir ki, mələklər edib olmuş ona mehman. Hamı etsinlər ziyarət o dəmi, surəti Zeynəb olarıq adıva qurban, atanın zinəti Zeynəb. Ey olan mövlud Ali, ey Xuda hikməti Zeynəb. Elə ki, Cənab-ı Zeynəb anadan oldu, götürüb Həzrət-i Heydər qucağa aldı uşağı. Götürüb Həzrət-i Heydər qucağa aldı uşağı. Üzünün nuri omağın bürüyüb sanki otağı. Adını kim qoyacaqdır? Söhbət burada deyək. Adını kim qoyacaqdır? Hamının artdı marağı. Dedi Heydər ki, Peyyəmbər gələr, var hürməti Zeynəb. Olarıq adıva qurban, atanın zinəti Zeynəb. Buyururlar ki, Peyğəmbər əleyhissalam Cənab-ı Zeynəb anadan olan vaxtda bir neçə günlük səfərə gedmişdik. Gəldilər, neçə gün idi, bir, 2 gün, 3 gün idi ki, anadan olmuşdu. Adını elə qoymamışdılar bu qız uşağın. Gəldilər Hazreti Aleyhisselamın yanına ki, ya Ali, niyə bu qız uşağın adını qoymamışsın? Neçə gün adını olmamışsın? Səbəb nədir? Hazreti Aleyhisselam buyurdu ki, mən nişanəyəm, onun adını qoyam. Onun adı Peyğəmbərə məxsusdur. Peyğəmbər səfərdən gələr, hansı adı məsləhətdirsə, bu adı da qoyacaq inşallah. Odur ki, gəldi Peyğəmbər, baxıb olmaq cəmalə. Odur ki, gəldi Peyğəmbər, baxıb olmaq cəmalə. Edib bəxtbən, nə gözəl oxşarı var gökdən hilalə. Dedi bəxtbən, nə gözəl oxşarı var gökdən hilalə. Adını qoymaq üçün biz edirik həqiqə həvalə. Heç mənim də ixtiyarım yoxdur, buyurdu Peyğəmbər ki, o qız uşağının adını qoyun, onun adı Allaha məxsusdur. Hansı adı məsləhətdirsə, onu da qoyarım inşallah. Odur ki, gəldi Peyğəmbər, baxıb olmaq cəmalə. Dedi bəxtbən, nə gözəl oxşarı var gökdən hilalə. Adını qoymaq üçün biz edərik həqqa həvalə. O səbəbdir ki, o gündən ucalıb şöhrəti Zeynəb. Olarıq adıva qurban, atanın zinəti Zeynəb. Ey olan mövludi Ali, ey Xuda hikməti
Zeynep. Ey olan dine fedakar, ey olan niyetin abi, buyurup Hazreti Zeynep babağın gözdeki habi. Buyurdu ey kızım, ey bacım, her vaxt dedi hifz eyle hicabi. Ne kadar vardı hicabım, o var İsmeti Zeynep. Onlarına dua kurban, atanın zineti Zeynep. Ey Mevlud alim, ey Xuda hikmeti Zeynep. Ey olan zineti Heydər, ey olan iffeti Zəhra, dözənər dərdün bəlayəm, həmi sərkeşləyib səğram. Ola qardaşlar bərabər, ey olan səbrində dərya. Ya Mevlam aziziməm, olar qadva qurban, atanın zinəti Zeynep. Ey olan Mevlud Ali, ey Xuda hikmeti Zeynep. Dedi bir gün ona Zahra, dedi bir gün ona Zahra, bala taç koyma Hüseyin'i. Araya düşman, araya düşmana gel ala, taç koyma Hüseyin'i. Balası nazlı Rukiye sola taç koyma Hüseyin'i. Bu sözü sanki eşitecek bükülüp kâmeti Zeynep. Olar dua kurban, atanın zineti Zeynep. Ey olan Mevlud Ali, ey Xuda hikmeti Zeynep. Ya Mevlam Zeynep, ya Zeynep, ya Zeynep. Bugünün hürmeti hatir bura gelmiş hamı eyyar. Gözümüz yoldan kalıptır, bizi de sesler adildar. Edirik niyeti böyle, edirik niyeti böyle. Ola kol kabri ve zaffar, gələn cahil cəmilən, eləsən dəvəti Zeynep. Zeynep, gələn cahil cəmilən, eləsən dəvəti Zeynep. Ya Əzdiyəcəm o vilayətdən, sülhi əmin amanlıq bərpa edər. İşit və qabil ünsürləri və onlara kömək eləyən ünsürləri və mən günahı deyiləm. Əzdiyəcəm o məzdum xalqı azad elək, əmin amanlığı orada bərpa elək. Ahli beyt aşıkları yine de dəstəmə dəstəm. Cenab-ı Zeynep selamullahi aleyhani ve Cenab-ı Rübeyye selamullahi aleyhani. Gedib istədiklər var, ziyaret etsinlər inşallah. Zeynep, 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 Zeynep,
Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep, Zeynep. Hayalinin kahraman kızı, Hanımdan kızı Zeynep. Hayalinin kahraman kızı, imanından kızı Zeynep, 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 Zeynep. Ali'nin gayreti sende, Ali'nin gayreti sende, Batu'nun ismeti sende, Batu'nun ismeti sende, şücaat kâmisan Zeynep, İmamet hikmeti sende, şücaat kâmisan Zeynep, İmamet hikmeti sende. Zeynep, 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 Zeynep. Maşallah, Allah mübarek eylesin. Hüseyin'in Hasan'ın bacısı sen, sen İsmet'den bacısan Zeynep. Hüseyin'in Hasan'ın bacısı sen İsmet hayat acısan Zeynep, 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 Zeynep. Sende şücaat kâmisan Zeynep, kıyamet hikmeti sende. Şücaat kâmisan Zeynep, imamet hikmeti sende. Zeynep, 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 Zeynep,
eşqdə ölmək məqami əzəmdir. Gərək sədaqəti aşiq nigarə görsən bana Kadərdən müstəyi çoxdur, arzən dünyadayır. Xoşgüvara görsən suyun, keçən gecə yuxuda rəsmiyarə çatmış idim. O mənzərə gözdən kəşküvara görsən Bayramımız harika. Öndeki bayramlar. Eğlenmemiş sayılardan senden Fadası yolcun kenara görsen kemal olsan gibi cemala bakmazsan düz aşık ol karadaş mağparem görsen dedim düz aşıkına dedim düz aşıkına emrele yanım kül Subutu eşkimeta belken çare görsen suyun amandu dameni üşşak giden kenar elemem reva dögül ki piyaden sedara görsen suyun kulağımsa bu iki misram iki kulağımda gelen ki gelen ki misali iki cuşvarem görsen sunansı misalıdır sitara olmağa her gün ləyaqətin yoxdur sitara olmağa görsən ləyaqətin yoxdur bulutla olma çəkib qoy sitara görsün ya Allah əziyyət Eşq tamam mənə lütfən sənə yaraysan Mürtəzadan sənə güş etməli gördalasan Həsrətin meyləşi ki ömrüm olub tənsaqi Tut əlimdən yetişim mətləbimə mən saqi O qədər qəmlilərim eyləmsən şən saqi Mən deyəm tək məni məst eyləyə bilsən saqi Vəsf mövlada açıb din sənə əsqara çalay Elə bir şahəm mən Mən əliyəm yer üzündə elə bir şahəm mən Xilqətin sirrinə vaqif olana gahəm mən Yoxsulam
saxla bu adı, bil ki yədullah həmmən. Xaçpərəstdən əl açıyıb, izn olan ya, zünnar açaran ya. Çoxu məzluma verib qaldı olan o zamana. Çoxu məzluma verib qaldı olan o zamana. Nəfəsimlə çevirən qış gecəsi gözəmənə. Ayam şəriyət Rəmədanın döküyəndə zəmənə. Şəhriyəlmə bu həqiqətdir ki darvazəmənə. Açmağı həm də bir darvazəni hamlar açaram. Nə qədər elmi var aləmdə sərasər bilirəm. İncilib körpəliyimdən belə yüksək bilirəm. O kitablar ki səmadan enib əzbər bilirəm. Lovh-i məhfuzda bir nə xəbər var açaram. Xeyli yüksəkdə durur mərtəbəmiz aləmdən. Yetəbilməz ora bir kəs xələfi adamdan. Mən Məsihadan anamsa uzadır Məryəmdən. Məni dünyaya gətirsin deyən o məhrəmdən. Onu gizlətmək üçün Kəbəyə divar açaram. Olmuşam mən elə bir sevgilinin müştaqı. Olmuşam mən elə bir sevgilinin müştaqı. Döndərib insanı hökmüylə qara torpağı. Nuridən xəlq eləyibdir məni nur xəllaqı. Gün çıxandan qabaq olunur ki tutar apağı. O mənəm sübhü durub aləmə ruhsayar açaram. Olmuşam mən elə bir mən səxavət sözünü eyləmişəm dildə şov. Hatəmi tayı mənəm ibtə edərlər günahım. Göstərəm nəmdə səxa bilmərəm əsla bilməm. Hak yolunda verərəm soyla sütrəmdən əman. Doğrayım nəfsimi bununla iftar açaram. Saqiya ya rəhm elə ver. Saqiya rəhm elə ver. Bademi vəhdətdən. Bəlkə badəm bizi azad eləyə qəflətdən. Həmi dünyayatı qurtulalıyım zillətdən.
saye düşen kudretten bu dili Hazret Ali vesline tekrar Gözüdür, şeriatin gözüdür, gözüdür. Hakikatin dilidir, sözüdür. Hakikatin dilidir, sözüdür. Adaletin özüdür, özüdür. Adaletin özüdür, özüdür. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Var benim. Gözüdür, gözüdür. Şeriatin gözüdür, gözüdür. Hakikatin dilidir, sözüdür. Hakikatin dilidir, sözüdür. Adaletin özüdür, özüdür. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Mukaddes yerlerin emrettiler olsun difası. Mukaddes yerlerin emrettiler olsun difası. Bütün dünyanı bürüdü onların hak sedası. Bütün dünyanı bürüdü onların hak sedası. Neçe milyonlarıyla hazır oldu din fedası. Neçe milyonlarıyla hazır oldu din fedası. Bu şücaatla eyletten koyuplar bu dünyanı. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Müslümanların esas vahdetine hizmet eden, Müslümanların esas vahdetine hizmet eden, beşeriyeti bugün hak yoluna davet eden, beşeriyeti bugün hak yoluna davet eden, bu dinin düşmanine, zalimine nifret eden, bu dinin düşmanine, zalimine nifret eden, piyade ettiler gayretliler ki bu dünyanı. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Şeriatin gözüdür, gözüdür. Şeriatin gözüdür, gözüdür. Hakikatin dilidir, sözüdür. Hakikatin dilidir, sözüdür. Adaletin özüdür, özüdür. Ayetullah Kamile'yi, Ayetullah Sistani. Ayetullah Kamile'yi, Ayetullah Ay diniyen nesimuna tilav sakladı. Dini ne arzu ne zaman sakladı. Fikrelemeye dini dua sakladı. Dini demeyin Mekke Minan sakladı. Dini reisi şu
şübhadan sakladı. Ayetullah Kur'an-ı Kerim deyib ki, nəbədir, nəbə xəbər getirəndir. Onu öz hamıza şeydə, onu Allah salıb yolda sənsin. Onu öyrətdirəm, var olsun ya. Peygamber ve Ali Peygamber hakkında salavat içerir. Allah indi alimlerimizden de istifade edeyek. Meclisimiz daha da zinet tapsın. Daha doğrusu Hazreti Zeynep Selamullah Aleyhisselam'ın pak ruhu şad olsun bu meclisten. Hacı Ataməli kardeşimize, güzel alimimize elə məsləhət oldu ki, söz verək, onun özü və nəsiyyətini dinləyək. Yenə də məclisimiz devam edəcək. Bu da bizim gözəl alimlərimiz növbə ilə özü eləyəcəklər inşallah və biz də sizin qulağımızdayıq burada. Ola bilər qonaqlarımızdan şairlər olar, biz tanımayıq. Ya bir bugünkü mövlud münasibəti ilə bir şey hazırlayıb, biz onları böyük məmnuniyyət veririk. Ona dəvət elərik, onları dinləmək. İnşallah Hacı Ataməli qardaşımızın, alimimizin salamatlığına ucalı salavat. Sen biraz tez ol. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina bil Qasim Mustafa Muhammed. وآله الطاهرين واللعنة الدائم على مخالفيهم أجمعين إلى يوم الدين. Hanım Seyyide Zeynep Selamullah aleyha, Hazret Ali aleyhisselamın ve Hanım Zehra Selamullah aleyhanın aziz evlatlarının Mevlud-u Mübarekinde burada eleşen, iştirak edən aziz mümin kardeşleri ve umumen Ehl-i Beyt aşıklarını, Ehl-i Beyt fedailerini yürekten tebrik edirik. Başta ağamız, Mevlamız, İmam-ı Zaman Eccelallahu Teala Ferecehu Şerif olmakla bütün din ve İslam fedailer, Veli-i Fakihi, Meraci-i İzam, Ulema-i İslam, umumen sonra da bütün mümin müminat bayramımız mübarek olsun. Bir mövzu kiçik əlbəttə həcmdə istəyirik bir neçə kəlmə ilə danışaq. Bu hissə ki var istəyirəm deyəm, çox az danışılan mövzulardan. Yəni belə deyil ki, bunu hər halda istəsək iş edə bilər. Belə deyil. Bir balaca sakit olaq ha. Xanım Zeynep Selamullah aleyha bir nümunədir. Odur ki, böyük üstadlarımız Əhl-i Beytin kəlamından qaynaqlanan fikirlərində buyururlar ki, Xanım Zeynep Selamullah aleyha Kərbəla qəhrəmanıdır və
qadınlar üçün deyil təkcə bütün möminat üçün bir ibrətdir. O cür ki, xanım Zeynəb Səlamullah Əleyhanın kəramətləri, fəzilətləri barəsində eşitmişik indiyə qədər və nəql olunubdur. Bunların hamısını bir yerə toplayanda xanım Zeynəb Səlamullah Əleyhanı bir qadın nümunəsi kimi müşahidə edirik, görürük. Bunu istəyirik bugün deyək. Allah Teala Qur'an-ı Kərimdə bəzi qadınların simasında gözəl nümunələr verirdi bizə. Ki, həmin nümunələr tarixin həqiqətən də qızıl hərflərlə yazılmış misallarındandır, Qur'an misallarındandır. O misallardan biri, yəni qadınlar barədə Allah Teala misal verir. Bir neçəsini qeyd edirik. Onlardan biri Həzrət Musa Aleyhisselamın anasıdır. Ki Allah Teala bu xanımı cəsarətinə görə tərif edir Qur'anda. Hətta müqəddəsliyinə işarə edirdik, biz ona vəhy edirdik. Avhayna kəlməsi düzdür, peyğəmbərlik vəhyindən danışmır ki, vəhiy Qur'anda iki mənadadır. Çox mənadadır, amma ümumi böləndə iki yerə bölür. Bir peyğəmbərliyə görə peyğəmbərlərə nazil olan vəhiylər, bir də qeyri-peyğəmbərlərə gələn vəhiylər. Onlardan biri o qeyri-peyğəmbərlərdən biri də Həzrət Musa Aleyhisselamın anasıdır. Çox incə Ayətullah Cəvad-ı Amili, Allah canını sağ eləsin, Allah səlamət eləsin. Bu incə nöqtələr buyurur ki, bunlara diqqət eləyin, qadın nümunələridir. Həzrət Musa Aleyhisselam bacısı neynibdir? Ayə var Qur'anda ki, Həzrət Musa Aleyhisselamın anası ki, ilahi vəhyə görə, ilahi əmrə görə qoydu Həzrət Musanı çaya atdı. Bunu bilirik də. Dalı nə oldu? Dalı da vardı. Dalıcan deyir, bacısına dedi ki, sən təqib elə. Hara getdi, sən də get, hara gedəcək. Bu ürək istəyir, cəsarət istəyir. Allah Teala bunu tərifləyir. Bu bir cəsarət ki, oğlan uşaqlarını öldürülən bir vaxtda bir bacı öz qardaşını himayə edir. Sonra da heç bu üstəlik, bu qaldı, gedir, deyir ki, mən sizin üçün bir dənə süt anası tapıb getirərəm. Kimə deyir bunu? Prezidentə deyir, yəni indiki dillə desək. Bu cəsarət tələb edir və Allah Teala bunu öyür, tərif edir. Mən qısa danışdım, bunları ki, keçirəm nümunələrin üstündən. Həmin müqəddəslərdən biri Ayəd-i Təhrim surəsinin 11-ci ayəsində, 11 və 12-ci son ayələridir. Buyurur Allah Teala, Qaraballah, məsələn, Allah sizin üçün misal vurur. Kimin üçün? Lilləzinə amən. Möminlər üçün. Bu misal möminlərin misalıdır. İndi axırına ayənin çatanda önündən biləcək ki, niyə görə Allah deyir möminlərə deyir bu misalı? Demir bütün insanlar üçün vurun. Xeyr, bütün insanlar üçün. Möminlərə aiddir bu misal. Nədir? Misal İmrəətə Firavun. Kimdir? Firavunun həyat yoldaşı. Bu da bir xanımdır, qadındır, çıxdı səhnəyə. Niyə Firavunun həyat yoldaşını Asiya bint Məzahim adı bu cür gedir tarixdə. Quranda adı yoxdur, amma çox təriflənir. Tərifinə baxın. Ki, deyir, İzqalət dua elədi Firavunun həyat yoldaşı. Bu da paçılıqdan, bu da müqəddəslikdən xəbər verir, nümunədir. Dua elədi, Rabbi, İbnəli indəkə bəytən fil cənnə. İlahi, mənim üçün bir dənə ev tikinəm cənnətdə. İndi deyərsən, öz yanında. İndəkə öz yanında.
Ardızın deyərsən ki, cənnətdə evi hamı istəyərlər. Ardı var. Deyir, وَنَجِّنِ مِنْ فِرْعَوْنَ وَعَمَلِهِ Və mənə nicat verginən Fir'ondan və onun əməlindən. Fir'onu bilirik də, çox eşitmişik. Xanım, həyat yoldaşı Allahdan dua edir. Mənə nicat ver Fir'ondan. Təkcə Fir'ondan, ardızın وَنَجِّنِ مِنَ الْقَوْمَ الظَّالِمِينَ İlahi, məni bütün zalimların qovmundan nicat ver. Nicat verin mənası barədə yenə təfsirçilərin bir incə məqam var, gərək onu deyək. O da budur ki, bunun mənası budur ki, qorxuram onlardan məni qutar. Yox. Deyir, onların bulaşdıqlarında məni bulaşdırma Pərverdigarım. O budur. Nicat verin mənası budur. Bir dəfə insan deyər ki, yəqin qorxur öz ərindən, əri padşahdır da. Ona görə deyir, nəccini, min Fir'avn. Budur. Yaxşı, bu olsaydı, ardıycan deyir, təfsirçilər buradan deyir, və əməlihi deyir axı. Əməlihi, Fir'ondan və onun əməlindən mənə nicat ver, mənası budur ki, yəni bunlar ki, bir pisliyə bulaşıblar burada, bir tuğyana bulaşıblar, Allaha asi olublar, onlardan məni pak tut, uzaq saxla və zalim qovullardır. Bu gözəl məqamdır, bu ayənin burasında. Bu da bir şəxsiyyət ki, Allah Taala tərif eləyir onu. Növbəti şəxsiyyət, qadın şəxsiyyəti elə onun ardınca o bir ayədə gəlir. Bir dənə də misal vurur. Allah Taala buyurur: "Və Məryəmə ibnətə İmran." Bir də Məryəm salamullah aleyha. İmranın qızı. Əlləti. İndi bunun başlayır xanım Məryəm salamullah aleyhanı tərifləməyə. Kimdir xanım Məryəm? Əlləti əhsənət fərcəha. Əhsənət sad hərfi iləndir. Sindən olanda gözəlləşdirmək deməkdir. Sadla olanda qorumaq deməkdir. Əhsənət, yəni qorudu fərcəha, öz iffətini, öz namusunu qorudu. فَنَفَخْنَا فِيهِ مِنْ رُوحِنَا Bir dənə fı hərfi var burada. Təfsirçilər bunun barəsində 5 səhifə təfsir deyirlər. فَنَفَخْنَا فِيهِ مِنْ رُوحِنَا Baxın, deyir, bir şey gərək eləyəsən, Allah Taala ondan sonra sənə hədiyyə versin. Xanım Məryəm salamullah aleyha neynədir? Deyir, əhsənət fərcəha. İffətin namusunu qorudu. Hələ mən o ayəni demirəm, çünki bunun bir ayəsi də var idi ki, İmranın həyat yoldaşı, yəni xanım Məryəmin anası, bu da müqəddəs xanımlardandır. Ali İmran surəsinin üstünə gələcəm, indi bu surə özü müqəddəs bir surədir və bir kiçik 2 dəqiqəlik onun söhbəti də var. Orada da var. Xanım Məryəm salamullah aleyha iffətlə böyüdü və anasının duası idi bu. Çünki anası Allah Taalaya əl açdı, dedi ki, ilahi Pərverdigara, mən nəzr eləmişdim bu övladımı ki, sənə xidmətçi olsunlar, ki mən bunu qadın, qız uşağı dünyaya getirdim, hamı oğlan gözləyirdi, qız gəldi dünyaya və deyir, mən bunu və bunun nəslini, bunun zürriyyəsini sənin yolunda xidmət eləməyə göndərirəm. O cür tərbiyə eləmişdi. Allah Taala da xanım Məryəm salamullah aleyhanı tərif edirdi. O xanım Məryəm binti İmran ki, İmran qızı Məryəm ki, öz namusunu, iffətini qorudu. Fənəfəxna fihi minhum. Belə buna görə də deyir, ona öz ruhumuzdan üfürdük. Bu da müqəddəsliyi əlamətidir. Xanım Məryəm həqiqətən də yəni, müqəddəs nümunələrdən biridir. Nəinki təkcə qadınlar üçün, bütün bəşəriyyət üçün. Ardıcan buyur, daha nə inib xanım Məryəm salamullah aleyha? Və saddaqət bi kəlimati Rabbiha. Təsdiq elədi Allahının kəlimələrini, Allahının hökmünü, əmrini və kutubihi və kitablarını və kanət minəl qanitin. Təhrim surəsi bunu ilə bitirir. Kanət minəl qanitin. O Allaha itaət edənlərdən və boyun əyənlərdən. Bu da onun tərifi. İndi gəlirik xanım Məryəm salamullah aleyhanın geniş izahı verilən Ali İmran surəsi. Burada bir dənə ayə var ki, Allah Taala həm mənim demədiklərim ki, hamısı yığılıb bu ayənin içində, həm İbrahim əleyhissalamın, həm də
İmran ailəsini tərif edir. Və bu tərif də xüsusi tərifdir. 32-ci ayədir Ali İmran surəsində. Buyurur Allah Teala: İnnəllâhe istəfə Ədəmə və Nuhan və alə İbrahimə və alə İmranə aləl aləmin. Sonra Həzrət Məryəm salamü aleyhan əhvalatı başlayır. 33, 34, 35, 36 o bayaq dediyimiz nəzir ayələri və digərləri gəlir. Bu ayə elə kifayətdir. Bir innəllâhe istəfə, Allah Teala seçdi. İstəfa. Eyni ilə bunun ürfi misalı bu cürdür ki, bir bulanlıq su olaraq qoyarsan onu bir dənə qabda uzun müddət qoyarsan ki, ta o içindəki nə var hamısı hopsun dibinə, sun olsun, saf su qalsın yuxarıda. İstəfa ürfi mənadı bu məna, yəni saflaşma, təmizdir. Allah Teala deyir, innəllâhe istəfə. Allah Teala ələdi seçdi insanların aləl aləmindir. Bütün yaranmışlardan bir neçə nəfəri, indi istəyir onu deyəm, bir neçə ailəni, daha bu seçilmişlər, istifa kəlməsi yenə edirəm, hər kəsə deyilmir, xüsusi kəlmədir. Bu xüsusi kəlməni Allah Teala işlədir Həzrət İbrahim əleyhissalam üçün və onun ailəsi üçün. Ailəsi kimdir? Ailəsi o müqəddəslərdir ki, həyat yoldaşdır. Sonra gəlir Ali İmran və zürriyyəsəldir. Ardizən deyir və Alə İmran, İmranın ailəsi. İmranın ailəsi kimdir? Həmin xanım Məryəm salamlı aleyha. Anası və zürriyyə kimi xanım Məryəm özüdür. Və xanım Məryəm salamlı aleyhadan sonra gələn Həzrət İsa aleyhissalam. Deməli, bu surənin adı Ali İmrandır. Ali İmran, yəni İmranın ailəsi. Qur'anın 3-cü surəsi adı Ali İmran. Mənası İmranın ailəsi. Kimi tərifləyir burada? Xanım Məryəm salamlı aleyha. Həzrət İsa aleyhissalamı dünyaya getirəcək xanım Məryəm salamlı aleyha. Bu cür misallar var Qur'an-ı Kərimdə ki, Allah Teala bu misallarla bəşərin ən alilərini burada deyir. Amma bunlar hamısı müqəddəmədir əlbəttə. Bunlar nümunələrdir, misallardır ki, insanların zehinləri hazırlaşsın. Nəyə hazırlaşsın? Əhl-i Beyt əleyhissalamı tanımağa. Xanım salavat zikr edər. Xanım Zəhra salamullah aleyhanı tanımağa. Xanım Zeynəb salamullah aleyhanı tanımağa. Əhl-i Beyt nümayəndələrini tanımağa. Ki, bu adlarını bayaqdan saydıqlarımız hamısı zehinləri yaxınlaşdırmaqdan ötürüdür nümunələrə. Çünki xanım Zəhra salamullah aleyhanı məsələn tanımaq üçün, yəni o istiqamətdə gərək heç olmasa bir dənə xanım Məryəm salamullah aleyhanı tanıyasan. Oradan gedəsən. Bu müqəddəslik misallarıdır. Gərək Musa aleyhissalamın anasını və bacısının misallarını tanıyasan ki, görəsən Allah necə tərif edir onu. Ondan sonra gəlir Zəhra ayələri. Deyərsən, xanım Zəhra salamullah aleyhanın ayəsi, o qədər ayə var ki, bir dənə təbərrük üçün misal vuraq. İnna a'taynakal kəvsər. Kifayət deyil məgər. Bu, məgər hansı Kəvsərdən xəbər verirdi? Məgər bu Kəvsər Zəhra salamullah aleyhadan başqa bir şeydir? O Kəvsər, əgər su, çay və bu kimi şeylər mənasına təfsir olsa, Allah Teala niyə görə deyir 2-ci ayədir ki, fəsalli li rabbika vanhar. Çay ki çoxdur, hər çaya görə Peyğəmbərə desin salam, salavat elə, namaz qıl, vanhar, qurban kəs. Yox, demək bu nemət özü müqəddəs nemətdir. Bu bir dəlili, növbəti dəlil, innə şaniəkə huvəl əbtər. Bu da ikinci dəlili, Kəvsərdən məqsəd xanım Zəhra salamullah aleyhadır. İkinci dəlil də bu ki, insanlar Peyğəmbər aleyhissalamın əbtər olduğunu iddia edirlər ki, onlar məlumdur ki, Allah lənət eləsin. Və Allah Teala buyurdu ki, innə şaniəkə huvəl əbtər. Sənə kim ki o sözləri deyildi, özü də əbtər. Özüdür nəsli kəsik, nəsli davam eləməyən. Buradan da bu sübutdur ki, Kəvsərdən məqsəd kimdir? Xanım Zəhra salamullah aleyhadır. Bitdi, bitmədi.
Bəs xanım Zeynəb salamullahi aleyha minəl mu'mininə ricalun sadaqu ma ahadullah aleyh fəminhum mən qada nəhbəhu və minhum mən yəntəzir. Həzrət İmam Hüseyin əleyhissalam o ki nümayəndəsinin şəhadət xəbərini getirib çatdırdılar ona. İmam Hüseyin əleyhissalama Kərbəlaya çatanda Kərbala yolunda bu ayəni oxudu. İmam ki bir ayəni oxuya, onun da tərəddüdü yoxdur ki, imam neyi qəsd edir? Bir minəl mümininə ricalun. Möminlərin içində bir dəstəsi var ki, sadaqu ma ahadullah aleyh. Onlar Allahla bağladıqları əhdə sadiqdirlər. Fəminhum mən qada nəhbəhu. Onlardan bəziləri artıq fəda elədilər özlərini. Çünki fəda, qurban olma, şəhid olma xəbəri gəlmişdi onun üçün. Bir dəstəsi vardı, artıq xəbər gəldi, artıq onlar dünyadan gedirlər. Və minhum mən yəntəzir. Bəzilər var, gözləyirlər. O gözləyənlər kimlərdir? Bütün Kərbəla qəhrəmanları. Deyərsən ki, yalnız şəhid olanlar xeyr. Çünki qada nəhbəhu təkcə ölməyə demirlər. Fəda olmağa deyirlər. Biz baxıb görürük ki, xanım Zeynəb salamullah əleyha həqiqətən də özünü fəda edirdi. Yəni, Kərbəla qəhrəmanıdır. Bu cür döyük deyəsən ki, elə gərək Kərbəlada şəhid olaydı. Yox, bu cür döyük. Bir xanım ki, Kərbəlanın ələmdarıdır Aşuradan sonra. Kərbəlanın carçısıdır, xəbərçisidir. O elə Kərbəla qəhrəman, ona deyərlər qaza nəhbəhu. Qur'anın misdağı olar xanım Zeynəb salamullah əleyha. Bu da xanım Zeynəb salamullah əleyhaya aid olan bir ayə. Allah Teala bizi, bizim xanımlarımıza, xanım Zeynəb, xanım Zəhra salamullah əleyha iffəti əta eləsin inşallah və bizə də bu cür nümunələrdən ki, dedik fərq eləməz qadın ya ki, bu cür nümunələrdən, Qur'an nümunələrindən ibrət götürənlərdən qərar versin inşallah. Bugünkü bu məclisi ki, tərtib ediblər, həm zəhmət çəkənlər, həm iştirak edənlər ki, hamısı xidmətdir, Allah dərəcəyə qəbul etirsin inşallah. Ağamız, Mövlamız, İmam-ı Zaman, Əccəlallah Teala fərəcəhin zuhurunu təcil eləsin inşallah və bizi dünya və axirətdə Əhl-i Beyt əleyhissalamdan ayrı salmasın. Salavat Muhammed və Ali. Allahümme salli ala Muhammed və Ali Muhammed. Hacının salamatlığına, əmvatının ruhu haqqında alimlərimizin salamatlığına canı salavat. Allahümme salli ala Muhammed və Ali Məhəmməd Mücahid Cenab-ı Zeynəb salamullah aleyha haqqında bir şeir demək istəyir, buyursun. Hazreti Zeynəb salamullah aleyha haqqında şeirdir. İnşallah xidmətinizə çatdıracağım. Allah Hazreti Zeynəb salamullah aleyhanın bu dünyada ziyaretin, ahirette şefaatin halkımıza nasip eylesin. Allah betezine Hazreti Zeynəb salamullah aleyhanın ziyaretine düşmanlardan azad eylesin. Arzu dileylere Fatih Muhammed Ali Muhammed'e salavat zikredin. Rah-ı eşqi düz gedər, baxsa gəlmət Zeynəbə. Sanma bicadır deyirlər, şah-ı iffət Zeynəbə. Zeynəb ol Zeynəb ki ibrətdir tamam-ı xilqətə. Zeynəb ol Zeynəb verib dərs-i şücaət ümmətə. Zeynəb ol kəs şükr edibdir can yetincə rahətə. Hər bəla Kərbəlada, hər bəla Kərbəlada oldu qismət Zeynəbə. Qalmayıb canda təvani həmdəmi əldən gedib,
aşık-i Kerbela'ya sabri Zeynep öyledi. Sabri aciz koydu Zeynep Kerbela'da sabredip, erşide hatta melekler kaldı heyret Zeynep'e. Sende kimler baş verip, ey Kerbela sen böyle, dağa döndü köksüde, derd üstü hey geldikçe de, sınmadı düşman önünde, daima merd oldum ha. Qalmış ol Zəhra xanımdan çünki bu xilqət, qalmış ol Zəhra xanımdan tüm bu xislət Zeynəbə. Dərdi qəm ishar edə, dərd ortağı qəmxarı yox, ol müsibət ki xanım Zeynəb çəkib oxşarı yox, həm də yox qəm çəkmədə bir kimsə nisbət Zeynəbə. Ta ki etdi ayrılıq, vaxtı üzübdür qəlbi tək, qolları bağlı baxır Zəhraya, qolları bağlı baxır səhraya, qan ağlır ürək, gün tutuldu qopdu tufan, sanki ərz eylir külək, nola yarəm Kərbəlanı qoyma həsrət Zeynəbə, nola yarəm Kərbəlanı qoyma həsrət Zeynəbə. Sən sənə Allah ümidi tək bu bimar bəndəni, sən sənə Allah ümidi tək bu bimar bəndəni, Zeynəbə xatir bağışla, səhvi çox var bəndəni, iltiması tək budur səndən günahkar bəndəni, lütfələ zəbbar ola Rüstəmdə Həzrət Zeynəbə, lütfələ zəbbar ola Muzəmdə Həzrət Zeynəbə. Muhammed Ali, Muhammed Əsələ. شجری باغ شهادت duyup Hüseyin'in bacısı İsmet'tir Hüseyin'in bacısı Damarımda dolanır Heydər-i Kərrami qanı Göz dolu qeyrətdir Hüseyin'in bacısı Dandı bu söz Üləmandandı bu söz Sanki burunda Mədinə Müşkül olsa Dəri hacətdir Hüseyin'in bacısı Ya Mevlay Şərəf ayinəsi Təfsiri məqamati Pərtovi şəmsi nübüvvətdir Hüseyin'in bacısı Hüseyin'in bacısı Ah!
bak ses güzel mi bak? Ali Ali Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali. Maşallah, maşallah. Her zaman müşküle düşsen de yine ya Heydər. Her zaman müşküle düşsen de yine ya Heydər. Mavciden sahile düşsen de yine ya Heydər. Ağama kurban olun gözlerine müşteriyem. Baksa da nökeriyem, bakmasa da nökeriyem. Ben fakat bir veregi bir rəqəməm can diyəli. Mən gədayı dəri eşqəm bəli sultanlı Əli. Mən həmən nuri zərifəm ki Süleymanlı Əli. O yaman gündə əlimdən tutacaq. Heydəriyəm, tutsa da nökəriyəm, tutmasa da nökəriyəm. Aləmən nazəli ey müştəriyi Nazi Əli. Bu ne icazı vilayet, bu ne icazı Ali. Mal xalaqdan ucadır rütbeyi mümtazi Ali. İstirəm bir silə müddətli qulamiləriyəm. Versə də nökəriyəm, verməsə də nökəriyəm. Hafizi dövləti ikramidir Mövlamız Əli. Naşiri məktəbi İslamidir Mövlamız Əli. Şiyyəyə yar dilaradiyə Mövlamız Əli. Satıram canimi cananın üçün. Müştəriyəm alsa da nökəriyəm, almasa da nökəriyəm. Sıxıleydil o vilayət gününün sayəsinə. Bax kəramət bağının cilveyi pirayəsinə. Sərvi tuğbayı cinan çatmaz onun sayəsinə. Gülsə bir yol üzünə fəxr edərəm sakirəm. Ay ki gülsə də nökəriyəm, gülməsə də nökəriyəm. Kim onu bilməsə Mövlam necə rahat öləcək. Mən o Mövlaya dəxiləm, ürəyim dincələcək. Can verəndən bilirəm başımın üstdən gələcək. Ne diyecək? Ölle masuda o gelse adının ezberiyem. Gelse de nökeriyem, gelmese de nökeriyem. Mən şeyləm nəqəmim, yavərim Allahdır mənim. Əymərəm zillətə baş, üçün davərim Allahdır mənim. Eytinav eyləmərəm tənə və təqqillilərə. Xətmi tutlan çəkərəm qulları təskirilərə. Deyərəm dərdimi əllərdəki şəmşirilərə. Qoy kəsilsin bu başım, davərim Allahdır mənim. Əymərəm zillətə baş, davərim Allahdır mənim. İmam Hüseyin Ağa'nın dilindəndir. İnşallah bu bərdə gözəl bir əsər sizlərsin. Susuz öldürdülər Səqqayı hərəm qardaşımı. Demə zillətli ki töktüm üzümə göz yaşımı. Əkbərim batdı qana, səzdəyə qoydum başımı. Neydirəm Əkbərim mən, Əkbərim Allahdır mənim. Əybərəm zillətə var, qabərim Allahdır mənim. Namə yazanlar yada salmırlar mənim. Öldürüb küfəlilər, qeydimə qalmırlar mənim. Yusifi eşqinə heç qiymətə almırlar məni. Almasın müddəyilər, müştərim Allahdır mənim. Əymərəm zillətə var, davərim Allahdır mənim. Yazdılar xariciyəm, ta tökələr tez qanımı. Kəstilər su yolunu, ta alalar tez zanımı. Bəli mən vermədim əldən şiyyəlik imanımı. Deyirəm nizədə taci sərim Allahdır mənim. Əymərəm zillətə baş, davərim Allahdır mənim. Əymərəm zillətə baş. Aşıq ki şodə xətanə
İnşallah diqqətlə qulaq as. O ki çoxdi əlindən təqvaldi, o ki yoxdi əlindən pərvaldi. Zülüm kalilə saziş eyləmədi, dedi qorxan həmişə rüsvaldi. Dedilər olma yari məzluman, dedi onda ölüm güman aldir. Dedilər mani olma bəzi işə, dedi qeyrət əlidə dəryadir. Dedilər onda tək qalarsan Əli, nə dedi? Dedi aşık həmişə tənhadir. Eşqə kim nökəri olsa, mən onun nökəriyəm. Eşqə kim nökəri olsa, mən onun nökəriyəm. Məzhəbi Cəfəri olsa, mən onun nökəriyəm. Ağamın nökəri olsa, mən onun nökəriyəm. Yəni kim Heydəri olsa, mən onun nökəriyəm. Mürtəza nuri vilayətdir, imamət gülüdür. O simani bəşəriyyətlə hidayət gülüdür. Oxu tarixi qədini, vilayət gülüdür. Ya Əli səslə bugün, Heydər ilə beriyyət elə, neylə ilə nəfəs aldırsa Əli, düşmən ilə lənət elə. Allah rıza olmasın. Allah var eləsin. Allah rahmet etməkdə. Ahmet Muhammed salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Xüsusən gələn qonaqlar ki, qardaşlarımızdır. Qonaq deyirlər ha. Həzrəti Zeynəb Səlamullah Əleyhanın məclisinə gələn heç vaxt qonaq olmaz. Özdə bu həyətə, Hacıgil həyətlərinə ya bu meydana. Allah var eləsin, əzizlərimizdir, kənd cəmaatı ilə bağım. İnşallah yenə də alim mövzəsinə ehtiyacımız var. İnşallah belə məsləhət olub ki, Hacı Nurbala qardaşımız, gözəl alimimiz yenə də bizi gözəl mövzəsi ilə reyzə çatdırsın və sual Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve sallallahu ala Muhammedin ve ala alihi tahirin ve la'netu ala a'daihim ecma'ina minel ana ila yevmiddin amma ba'd. Bismillahirrahmanirrahim. Hel yestevillezine ya'lemune vellezine la ya'lemun. İnnemâ yetezekkeru ulul elbab. Sadaqallahul aliyyul azim. Peygamber ve ali peygamberi kemali cemalına salavat ediyorlar. Hazret Zeynep salamullahi aleyhanın pak ve mütehher ruhunu salavatla yad edeyim. Rəhbərin səlamətçiliyinə, Seyyid Həsən Nəsrullahın səlamətçiliyinə salavat edin. Allah Teala qismət eləyibdi, Allah Teala nəsib eləyibdi. Biz Həzrəti Zeynəb, Kərbəla qəhrəmanı, Fatimə balası, Həzrəti Zeynəb salamullahi aleyhanın mövludunu qeyd edirik və bu mövluddan, bu xatırlamaqdan, yad eləməkdən bizim əsas hədəfimiz, məqsədimiz nə olmalıdır? Əziz möminlər, əziz qardaşlar, əziz əhl-i beyt sevərlər ki, hər o yerdə ki, əhl-i beytin adına
məclislər qurulur, Əhl-i Beytin adına yığıncaqlar təşkil olunur. Əsas o yığıncaq nədən ötürü təşkil olunur? Ya mövluddur, ya şəhadətdir. Nədən ötürü biz mövlud eləməliyik, mövludu qeyd eləməliyik? Nədən ötürü biz hər hansı bir məsum əleyhissalatu vəssalama şəhadətin qeyd etməliyik? Yəni bu hədəflərlə həqiqi mənada tanış olan kəs eləyə bilər ki, Əhl-i Beyt məktəbində xidmətçi olsun. Və əgər biz Həzrəti Zeynəbin mövludunu qeyd ediriksə, başqa məzhəbdən olan müsəlmanlar ümumiyyətlə heç bir mövlud, heç bir şəhadət qeyd etmirlərsə, bu İslam aləmində kimlərinsə rəxnəsinə, yəni totiyəsinə, ixtilafına səbəb olur. Nə üçün? Çünki əgər bütün müsəlmanlar Qur'an-ı Kərimin ayətlərinə istinadən Əhl-i Beyti sevirlərsə, ki, Əhl-i Beyti sevmək özü imanın rükünlərindəndir. Yəni, əgər biz bu evi sütunların üstündə durduğunu görürüksə, Əhl-i Beyti sevməklik də imanın rükünlərindəndir. O deməkdir ki, iman Əhl-i Beyt sevgisinin üzərində qurulmalıdır, bina olunmalıdır. Əgər iman Əhl-i Beyt sevgisinin üzərində bina olunmasa, yüngül bir yerlə gedər əldən. Yüngül bir yağış, yüngül bir külək həmən o evi bərbad eləyər, xarabə eləyər ki, biz bu günləri İslam ölkələrində bu xarabazarlığı görürük. Yəni, Əhl-i Beyt tanımayan İslam ölkələrində bu xarabazarlığı görürük. Bəs nihayətdə biz gərək İmamət məktəbini öncə gözəl tanıyaq və İmamət məktəbinin mühafizəsində duran ali mərciləri tanıyaq və düzgün istiqamət getirir. Əvvəl sual olunur, İmamət yəni nə? Əziz qardaşlar, sual olunur ki, İmamət yəni nə? Bütün İslam aləmindəki problemlərin, ixtişaşların, ixtilafların kökündə məhz bu sual durur. Əmmə yətəsa'alunə ənin nəbə'il-ləzi Əmmə yətəsa'alunə ənin nəbə'il-azim Əlləzi hum fihi muxtəlifun Kəllə seya'ləmunə thumma kəllə seya'ləmun. Allah Teala o əzəmətli bir nəbə, əzəmətli bir xəbər haqqında buyurur ki, siz ixtilaf salmışsınız o əzəmətli bir xəbərin haqqında. Əlbəttə ki, təfsir alimləri bunu bir neçə mənaya izah edirlər ki, biri də vilayət Əli ibn Əbi Talibdir, yəni imamətdir. Biri ölümdən sonraki həyat haqqında ixtilafdan gedir söhbət, ona istinad edirlər. Biri ərəsat-ı məhşərdə təzədən ölmüşlər diriləcək və ruhən, cismən Allah Teala'ya hesab kitab verəcəklər. Buradan gedir söhbət, ixtilafın burada olmağını dəlalətə getirirlər, sübuta getirirlər və Şiə müfəssirlərinin demək olar ki, əksəriyyəti vilayət Əli ibn Əbi Talib haqqında ki, siz müsəlmanlar, Allah Teala buyurur, Əmmə yətəsa'alunə ənin nəbə'il azim. Siz əzəmətli bir xəbərin haqqında dedi mənə, dedi sənə elə düz, yəni siz müsəlmanlar, əlləzi fihi muxtəlifun, hansı ki orada ixtilaf elə düz, kəllə seya'ləmunə thumma kəllə seya'ləmun. Allah təhdid edir, kəllə yəni tezliklə göstərəcəm sizə ki, vilayət nə deməkdir. Tezliklə tanıttıracağım sizə ki, imamət nə deməkdir. Əgər Allah Teala buyurur, tezliklə sizə tanıttıracağım imamət, vilayət nə deməkdir, mənası budur ki, bir dənə nişanəsini, bir nöqtəsini də burada olsa tanıttırar, ondan sonra külliyyatını qiyamətin günündə. Yəni, ilk zehnə gələn söz, sual budur. Odur ki, biz möminlər, yəni namaz qılıb Əhl-i Beytin sevgisinin iddiaçısı olaraq biz gərək ən azından digər müsəlman məzhəblərindən fərqli olaraq imaməti tanıyaq və xülasə şəkildə zehnimizdə tanışlıq eləyək. Əvvəl imam o kəsdir ki, o Allah tərəfindən təyin olunsun.
Bax, bir dəfəlik bilək ki, bütün o müsəlmanlar ki, səhabənin icmasında, müsəlmanların icmasında imamın təyin olunmağın iddia edirlər, bu fikir tamamilə kökündən yanlışdır. Bunu bu cür qabul eləyək. Yəni, istəmirəm Mövlud günü həssas, ixtilaflı məsələlərə toxunulsun, amma biz istəyirik ki, bayramın mahiyyətini dərk eləyək. Bayram yəni nə? Onda gerək o Səriçeşmənin əvvəlinə gedək. O bünövrənin, qaynağın əvvəlin görək. Biz, məsələn, mən özüm işin ortasını tanıyıram, axırını tanıyıram, ancaq ibtidasından xəbərim yoxdur. İxtilaf nədən yaranır? Görərsən ki, bir dənə başqa məzəbdən olan, alim olar, ruhani numa olar, ədəbiyyatçı olar, zahirən əxlaqı səciyyələri özündə göstərə biləcək bir qanacaqlı bir kəs olar. Əgər onun vilayəti Əli ibn Əbi Talibdən heç bir məlumat, yəni ruhi imanı məlumatı yoxdursa, onun üstündən xətdir. Yəni, bu həqiqətən belədir. Biz özümüzü aldada bilməliyik. Biz yəni buna görə cavab verməliyik. İlləl məvəddətə fil qurba, Allah Teala mühürünü vurub aşkarən, cismən, ruhən, soğutən, zahirən və batinən Əhl-i Beytin sevgisi gerək tərənnüm olunsun. Mövlud bu deməkdir. Yığıncaq bu deməkdir. Deməli, imam məsum olmalıdır. Allah tərəfindən təyin olunmalıdır. Bir və ikincisi imam məsum olmalıdır. Yəni, tamamilə günahdan münəzzəh olmalıdır. İmam-ı Sadiqə sual edirlər, yəbnə Rəsulillah, yəni siz heç günah etmirsiniz, ümumiyyətlə istəsözlə günah eləmək, eləyə bilməzsiniz da İmam-ı Sadiq buna nə düşün, bu sual verənə nə düşün? İnsanların hamısı bərabər səviyyəli deyir axı. Allah Teala Quranda buyurur, Həl yəstəvillezine ya'lemunə vəllezine la ya'lemun, İnnəmə yətəzəkkəru li'ulul əlbab. Yalnız ağıllılar, ağıl sahibləri zikr eləyərlər, dərk eləyərlər və illa bilənlərlə bilməyənlər bərabər deyil. İmam-ı Sadiqə buyurur ki, yəni siz heç istəsöz də günah eləyə bilməzsiniz. İmam-ı Sadiq, ya Allah, buna nə cavab verər? Deyək ki, üzr istəyirəm, imamın sözüdür yəni. Deyək ki, siz taharətə gedirsiniz, ha? Özünüzdən xaric olan nəcasətə heç yemək istəyirsiniz, içmək istəyirsiniz, bu adamın ürəyi gedir. Bizim zehnimizdən günah heç elə keçməz. O qədər nifrət eləyərik günahı. Heç onu zehnimizdən keçirməliyik. Bu deməkdir, məsum yəni bu deməkdir. Ümumiyyətlə məsum olan kimsədən günah sadir olmaz. Və üçüncüsü, imam o kəsə deyərlər ki, ən şicaətli kəs olsun. Və minən nasi mən yəkri nəfsəhu ibtiqai bimərqatillahi vallahu raufun bil-ibad. Möhrün qoyubdu Allah Teala Əli əleyhissalamın şicasına. Dedi ya, Rəsulallah Fəxr-i Razi Təfsir-i Kəbirində Abazər-i Qəffaridən nəql eləyir bu ayənin təfsirində. Yazır ki, elə ki Həzrət Peyğəmbər öz yerində Əli ibn Əbi Talibi yatızdırdı. Dedi, ya Əli, elə mən sən deyirəm, burada yat, sən də yatırsan ha. Burada gəlib səni öldürə bilərlər. 99% ehtimal odur ki, sən öldürüləsən. Başın qaldırdı, deyir Peyğəmbərin yastığından. Dedi, ya Rəsulallah, Allah razıdırmı mən burada öldürüləm? Dedi, əlbəttə Allah razıdır. Dedi, əgər Allah razıdırsa da mən nəyi fikirləşim ki? Mənim fikrim bu idi ki, Allah razıdır ya yox. Bir Cənab-ı Cəbrail nazil oldu. Fəxr-i Razi Təfsir-i Kəbirdə Abazər-i Qəffarinin dilindən bunu qeyd eləyir, izah verir bu ayənin mənasına. Dedi, Cənab-ı Cəbrail nazil oldu, dedi, bəxin ləkə ya Əli, xoş olsun sənin halı və ya Əli. Allah sənin haqqında buyurur ki, və minən nasi mən yəkli nəfsəhu ibtiqai bimərdatillah. Allahın bəndələri arasında elə kəslər vardır ki, canlarını Allahın razılığına satır. Can satır, ticarət eləyir. Qiyməti Allahın razılığıdır. Vallahu raufun bil-ibad. Allah o bəndələrinə hamından yaxındır. Deməli, İmam-ı Məsum həm birinci Allah tərəfindən təyin olunmalıdır, mənsus olmalıdır, icma filan yalandır, boş sözdür. İkincisi məsum olmalıdır, günahsız olmalıdır ki,
"Ennema yuridullah liyuzhiba ankumur ritsa ahlal beyt və yutahhirakum tathira" buyurub Allah Teala. Yalnız və yalnız Allah istəyir ki, siz əhl-i beyti pak və pak edici. Yəni siz paksız, sizə qoşulan da pak olur. Sizin yolunuzu gedən də pak olur. Xətasız, nöqsansız olur. Yutahhirakum tathira. Və üçüncüsü, imam şicalı olmalıdır ki, Allah Teala yine də Əli Aleyhisselamın haqqında bu ayəni nazil edir ki, insanların içərisində elə kəslər vardır ki, canlarını Allahın razılığına satarlar və Allah o bəndələrini hamından yaxındır. Və dördüncüsü, imam bütün insanların arasında əxlaqda, səxavətdə, şücaətdə, elmdə, elmdə əfzəl olmalıdır. Bir adam Quran oxuya bilmir, üzündən Quran oxuya bilmir, o gəlib müsəlmanlara rəhbər ola bilməz ki. Bir adam ömrünü bazarda dəllalçılıqda keçirdirdi. Yəni özü iddia edib ki, bunlardan biri ki, mən ömrümü bazarda dəllalçılıqdan başqa bir yerdə çürütmədim. Gəlib müsəlmanlara rəhbər ola bilməz ki. İmam o kəs olmalıdır ki, həm elmdə, həm elmdə, təqvada, səxavətdə, şicaətdə, dəyanətdə, ədalətdə hamından əfzəl olsun və imamın möcüzəsi olmalıdır. İmam o kəsdir ki, onun möcüzəsi olmalıdır. Biz bütün imamlarımızın həyatında bunların hamısını müşahidə edirik. Bu dediklərimizin hamısını müşahidə edirik. Müxtəlif rivayətlər, müxtəlif hədislər, müxtəlif tarixi hadisələr vardır ki, əimmə əleyhissalatu vəssalamların şicaətin görürük, səxabətin görürük və möcüzatın görürük. Amma Həzrəti Zeynəb ki, imam deyildi. Salavat Peyğəmbər alı Peyğəmbər. Həzrəti Zeynəb ki, imam deyildi. Həzrəti Zeynəb 14 məsum əleyhissalamların cərgəsində getmir adı. Zahirən baxanda, yəni 15 dənə məsumumuz yoxdur. Və 14 məsum əleyhissalamların arasında da Həzrəti Zəhranın adı var, Həzrəti Zeynəbin adı yoxdur. Bəs Allah Teala vilayət sahibi Əlinin adı ilə, adının zinəti ilə adlandırdığı bir xanım haqqında bizə heç bir məlumat verməyibdi. Biz Həzrəti Zeynəb deyəndə Kərbəla faciəsi mütləq zehnimizə gəlir. Kərbəla faciəsi zehnimizə gəlir. Aya bu Kərbəla nə kimi faciə idi? Aya bu Kərbəla məgər 45-50 dəqiqəlik bir müharibənin nəticəsi deyildimi? 1400 ildir ki, tarixə səs salıbdır. Yəni Həzrəti Zeynəbin qardaşları öldü, Kərbəlada şəhid oldu, balaları şəhid oldu qabağında, əsir aldılar, qəmçi ilə döyə-döyə apardılar Küfəyə, Küfədən Şama, əsarətdə qaldı və əsarətdə İbn-i Ziyadla, Yəzid ibn Muaviyyə ilə müxalifətçilik elədi, mübahisə elədi. Bu Həzrəti Zeynəbi bizə tanıtdıran tarixi hadisələrdir. Amma bu kəlamın zahiridir. Kəlamın üzdən görsənəlidir. Bu günləri dünyaya baxaq. Dünyaya diqqətlə eləyək, nəzər eləyək. Dünyanın hər o yerində ki müsəlman var, orada qan tökülür. Və çox təəccüblü budur ki, müsəlmanları əldə qayırma müsəlmanların əli ilə qətl edirlər. Bu söz elə-belə deyilmir, əldə qayırma müsəlmanlar. İslam-ı namı Muhammədi var, əldə qayırma müsəlmancılıq var. Bu günləri
məzlumların haqqı zalimlər tərəfindən vəhşicəsinə tapdalanır. Özü də ekranların gözü qarşısında, efirlərin gözü qarşısında, radioların dili qarşısında, mətbuatın yazısı qarşısında. Amma hələ də bugünkü müsəlman bir iddə, çox cüzlü bir iddə istisna olmaqlıqla, bugünkü müsəlman icması hələ də haqqla batılı ayırt eləyə bilmir. Haqq yol gedən müsəlmandan, nahaq yol gedən müsəlmanı, namı Muhammədi İslamdan əldə qayırma İslamı, yəni Amerikayı İslamı, Sehyonist sevən İslamı, Sehyonist yetişdirən İslamı təyin eləyə bilmir, təyid eləyə bilmir. Bu qədər mətbuat, bu qədər kulliyat, bu qədər ekran, efir, internet, cürəbəcürə xəbər anketləri, amma müsəlmanlar hələ də haqqla batılı ayırt eləyə bilmir. Sanki zehinlər kütləşib, sanki düşüncələr ölüb. Neyin müqabilində? Çox həssas nöqtələr vardır. Neyin müqabilində? Baxırıq Sədrül İslam'a, yəni İslamın yaranma tarixinə. Həzrət Peyğəmbər 3 il idi ki, Peyğəmbərliyin, nübüvvətin izhar eləmişdi. Yəni 3 il gizlin saxlamışdı və 3 ildə izhar eləmişdi. Yəni Behzətin 6-cı ilində ərəblər, Məkkənin, Qureyşin müşrikləri toplandılar. Dedilər, Məhəmmədin qarşısını necə alaq ki, insanlar ona qulaq asmasın. Qulaqlarına pambıq tıxadıq, olmadı. Döydük, söydük, qovduq, qoladık, olmadı. İndi neyniyək? Yeni nə fikirləşək ki, axı müşrik ərəblər də belə ildə bir dəfə Məkkəni, Kəbənin həcc ziyarətinə gəlirlər. Neyniyək? Dedilər, hə, qədim dastan danışanlar, İran, Keysan, Turan şahlarının əhvalatını, şeiriyyatını, dastanlarını, əfsanələrini əzbər bilən kəslər, insanların arasında şərait yaradan toplum 1000 nəfər, 10.000 nəfərin arasında başlasın, məsələn, Şahnamə əsəri oxumaqlığa, başlasın İran, Turan, Keysan müharibəsindən, Xarəzmlərin müharibəsindən insanlar üçün danışmaqlığa, insanlara maraqlı gəlsin. Heç olmasa bir iddə Peyğəmbərdən qırılar, gələr bunların dastanlarına, əhvalatlarına qulaq asar. Bu günlərdə, efirlərdə yalancı dastanlardır, yalancı qəhrəmanlardır, yalancı mədəniyyətçilərdir, yalancı ədəbiyyatçılardır, yalancılar insanların zehnini öldürdülər. Yəni, ərindən boşanan insanlarda ailə təzminatından danışır, ailə necə qorunar? Ailəsindən imtina eləyən, əxlaqsızlıq ucbatından ailəsi dağılan insanlara ailə qayğısından danışır. Yəni, bu cürünə insanlarla, bu cürünə puç təbliğatlarla, puç qəhrəmanlarla, domristlərlə, kimlərlə ki, həqiqətdə heç mahiyyəti yoxdur, həqiqəti yoxdur. İnsanların zehni yalancı qəhrəmanlarla dolur, həqiqi qəhrəmanlar, Həzrəti Zeynəb kimi qəhrəmanlar insanlardan uzaqlaşdırılır. Metod həmən metoddur. Və ona görə də insanlar bu günləri ayırt eləyə bilmirlər ki, ne üçün biz mətbuatda oxuyub, ekranda görüb, radioda qulaq asıb, internetdə izlədiyimiz həqiqətləri dərk eləyə bilmirik. Uymuşuq, yəni yalana, fitnəyə uymuşuq. Ne üçün dərk eləyə bilmirik? Amma Həzrəti Zeynəbin əzəməti, Həzrəti Zeynəbin böyüklüyü, Həzrəti Zeynəbin qəhrəmanlığı ondan ibarətdir ki, əsirlikdə ola 45 dəqiqəlik Aşura mahiyyətini İbn Ziyadın sarayında, Yəzid ibn Muaviyyənin sarayında, özü də əsarət halında bir neçə saatın içərisində elə zuhura çıxartdı ki, bu gün də dünya Həzrəti Zeynəbin qəhrəmançılığına möhtacdır. Bu gün də dünya o cinayətlərdən danışır. Hətta əhl-i təsənnün alimlərinin bir neçə böyük hissəsi ki, alimlər toplumunun böyük hissəsi ki, artıq Yəzid ibn Muaviyyəni cinayətkar kimi tanıyır. Bax, bu xanım Zeynəbin əzəməti bu idi. Oğlu ölüb, o bunun müqabilində o cürə əziyyət deyil. Qardaşları şəhid olub,
o bunun müqabilində o şəhid olanın özünün əzəmətidir. Amma Həzrəti Zeynəbin müstəqil bir əzəməti vardı. Müstəqil bir dəyəri, fəziləti vardı. Natiqliyi vardı. O ki, atası ona ad qoymuşdu anadan olanda, atasının zinəti. Zeynəb, yəni atasının zinəti, həqiqətən də Əlinin qızı olmaqlığını Həzrət Zeynəb öz bəlağətində, fəsahətində, şücaətində, dəyanətində, mərdanəliyində izhar elədi, göstərdi ki, mən Əli və Fatimənin balasıyam. Və bugün dünya zalimin məzlumdan məhz Həzrət Zeynəbin gözü ilə baxsa ayırt eləyə bilər. Ayrı cürə ayırt eləmək olmur, ayrı cürə baxırıq, ayırmırıq. Görürük, görmək istəmirik. Görürük, tanımırıq. Eşidirik, başa düşmürük. Çünki o qulaq ki, Həzrəti Zeynəb kimi eşitməlidir, o cür eşitmir. O göz ki, Həzrəti Zeynəb kimi baxmalıdır, o cür baxmır. O dinləmə ki, Həzrəti Zeynəb kimi dinləməlidir, o cür dinləmir. Bəs ona görə müraciət edirik Qur'an-ı Kərimdə. Allah Subhanahu və Teala Həzrətləri buyurur ki, Bismillahirrahmanirrahim. İn yansurukumullahu fela galibe lekum ve in yahdulakum femen zellezi yansurakum min ba'dihi ve alallahi felyetevekkelil mutavekkilun. Allah Teala Hazretleri buyurur ki, eğer Allah size kömək eləsə, heç kəs sizə qalib gələ bilməz. Bax, bu heç kəsin içərisində Fironlar var, Nemrutlar var, Altet var, Avropa Şurası var, Amerika var, Siyonist var, Sovet hökuməti var, beynəlxalq əbəl qudrətlərin hamısı bunun içində gedir. Əgər bir dənə şərti budur ki, əgər Allah sizə kömək eləsə, Allah şərt qoyur. Allah şərt qoyur. Və fəin yansurkumullah, əgər Allah sizə kömək eləsə, fəla qalibə ləkum. Mütləq Allah deyir bunu. Hədis filan, alim sözü deyil. Allah deyir ki, əgər Allah sizə kömək eləsə, sizə heç kəs qalib gələ bilməyəcək. Amma onun şərti var. Onun şərti var. Və in yaxdulakum fəmən zəlləzi yansurakum. Əgər Allah sizi xəzil eləsə, xəcalətə versə, kim sizə kömək eləyə bilər? Allah birin zəlil eləyir, kim onu izzətdə eləyə bilər? Allah birin izzətdə eləyir, kim onu zəlil eləyə bilər? Allah Teala bax bunu deyir. Və aləllahi fəliyətəvəkkəlin mutavəkkilun. Allaha təvəkkül eləyin, Allaha təvəkkül eləyənlər kimi. Yəni Həzrət Zeynəb kimi Allaha təvəkkül eləyin. Bir dənə zərif məxluq Əməvilər sülaləsinin sütununu dağıtdı, titrətdi. Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! O cürə təvəkkül eləyin. Əli ibn Əbi Talib kimi təvəkkül eləyin. Girin Peyğəmbərin yerində yatın. Onda sizi öldürə bilməzlər. İmam Hüseyin kimi təvəkkül eləyin. Girin meydanda. Minlərlə, yüzlərlə, nə qədər Allah bilir, yəni adi insan cisminin qəbul edilmədiyi yaralar, istər ruhi və istər cismi, amma düşmənin qabağında dizi bükülmür. O cür təvəkkül eləyin. Və aləllahi fəlyətəvəkkəlil mutavakkilin. Allaha təvəkkül eləyənlər kimi təvəkkül eləyin. Allah Təbarəkə və Teala Həzrətləri Həcc surəsi 40-cı ayədə buyurur: Və ləyənsurannallah mən yansuruhu. Allah kömək eləyəcək. Amma hər adama yox. Hər adam Allahdan kömək gözləməsin. Yox, o kömək ki Allah Teala zalimi onun qabağında sındıracaq. Bax, Allah o köməkdən danışır. Allah o kömək eləyəcək, amma hər kəsə yox. Kimə? Mən yansuruhu. Kim ki Allaha kömək eləyir. Kim ki Allahın dinində çalışır, mücahidlik eləyir, savaşır, canını, malını, qanını, evladını, abırsını, həyasını, irzini, namusunu xərc eləyir Allahın yolunda, Allah da onun xərc elədiklərinin hamısına yardım eləyəcək. Allah zəmanət verir. Şeydə səhər ruhuna salavat. Allahümmə salli ala Muhammed. Özü də lam
alimlərdən üzr istəyirəm, lamı müəkkədədir, yəni təkidləndirici lamdır. Və ləyənsurallah, Allah hətmən kömək edəcək. Amma hər kəsə yox. Mən yansuruhu. Kim ki Allaha kömək edir, yəni Allahın dininə kömək edir. Allahın dinindən ötürü çalışır. Ennəllaha ləqaviyyun əziz. Allah Teala güclü, qudrətli, qüvvətli izzət sahibidir. Allah Teala'dan yəni böyük, əzəmətli bir işlərdə təkyə və təvəkkül eləyirəm. Yoxsa ki, pərverdigar aləm, təvəkkül edirəm sənə, 2 dənə çörək ala bilmirəm mən. Yəni, bu çox bəsit bir dənə fikirdir və düşmən də bizi bu səviyyəyə endirmək istəyir. Fikrin qalsın 2 dənə çörəyin yanında. Fikrin qalsın yarım kilo pesokun yanında ki, hardan tapın bunu. Dollar qalxdı, aləm deydi bir-birinə. Fikrin qalsın burada. Amma Allahın dini yada düşməsin. Yəni, bundan ötürü çalışılır ha. Bundan ötürü bir dənə hökumət yox, 2 dənə hökumət yox, 10 dənə hökumət yox. Qərbin bütün əbəl qudrətləri bu fikirdən ötürü çalışır ki, sənin, mənim zehniyyətim məşğul olsun dünyada. Allahın dini yadından çıxsın. Əgər Allahın dini yadında olsa, sənin, mənim malımı, sərvətimi istila eləyə bilməz ki. İşğal eləyə bilməz ki. İstismar eləyə bilməz ki. Bəs bunların qarşısında ən böyük maniət dindir. Həzrəti Zeynəb ki, İbn-i Ziyadın müqabilində Yezid ibn Muaviyyənin qabağında Hüseyin davası eləmirdi. Oğul davası eləmirdi. Qardaş davası eləmirdi. İmamət davası eləyirdi. İmam kimdir dedi? Dinin mühafizəçisi, dinin rəhbəri, dinin qayğıkeşi, dinin idarə eləyəni, din nədir? İnsanları zəlalətdən hidayətə aparan müqəddəs amal, müqəddəs hədəf. Allah Təbarəkə və Teala yine de Kur'an-ı Kerim'de A'raf suresinde buyurur وَالَّذ۪ينَ تَدْعُونَ مِنْ دُونِهِ لَا يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلَا أَنْفُسُهُمْ يُنْسَرُونَ. Allah Teala Hazretleri buyurur ki, o kesler ki Allah'tan başkasından yardım istəyirlər. İqtisadiyyatın çökür, masondan yardım istəyirsən. Siyasetin çökür, qərbdən yardım istəyirsən. Ne bilim, torpağın işğal olunub, afətdən yardım istəyirsən. Bunun sənə xeyri olmayacaq. Əgər Allahdan yardım istəməsən, heç kəs sənə kömək eləyə bilməyəcək. Allah Teala mütləq, aşkar, nə var hamısını deyib. Heç bunun heç bir yozma, siyasi, icmalçıya, iqtisadçıya, irfana, əxlaqa, mənəviyyata ki, kimsə giydirmə mənəviyyatdan, giydirmə əxlaqdan gedir söhbət. Gələ söhbət, belə olacaq, elə olacaq, olmayacaq. Allah Teala buyurur ki, وَالَّذ۪ينَ تَدْعُونَ مِنْ دُونِهِ. O kes ki Allah'tan başkasından yardım istəyir. Allah'tan başkasından kömək istəyir. لَا يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلَا أَنْفُسَهُمْ يُنْسَرُونَ. Onlar eləyə bilməzlər sizə kömək eləsin. Heç onlar özlərinə kömək eləyə bilmirlər, Allah Teala buyurur. وَلَا أَنْفُسَهُمْ يُنْسَرُونَ. Onların özünə kömək yoxdur. Onların özünün köməyə ehtiyacı vardı. Yardıma ehtiyacı vardı. Və Həzrəti Zeynəb salamullahi aleyha məhz Yezidin sülaləsinin sütununu dağıtdı Allah'tan yardım almaqlığına. Və bu günləri də Allah hifz eləsin məqam-ı müəzzəmi rəhbəri Seyyid Həsən Nəsrullah və onun timsalında olan ruhaniyyət Ayətullah Sistani Həfəzəhullah bu günləri zalimlərin belin sındırıblar. Məzlumlara müdafiəsində durublar. Zalimlərin bırnın yerə sürtüblər məhz Allah'tan yardım aldıqlarına görə. Allahla düzgün rabitə qurduqlarına görə. Allah'dan başqa kimsəyə güvənmədiklərinə görə. Və hər bir kəs, hər bir müsəlman, hər bir mümin Əhl-i Beytin məclisinə gələndə bu fikirdə olmalıdır, bu əqidədə, bu etiqadda olmalıdır ki, mən bugün Əhl-i Beytin məclisindən nə örgəndim? Çay içdim, çörək yedim, meyvə yedim, çıxdım, getdim, onu xoş, buna 5. Yəni bu gözəldir, bunu ayrı yerdə də eləmək olar. Amma mən gəlmişəm xanım Zeynəbin viladətinə,
Allah da buyurur ki Zalikel kitab la reybe fih hudan lil muttaqin. Bu Kur'an nazil olubdu müttəqiləri hidayət eləməkdən ötəri heç şəkkün və şübhən olmasın. Məyər zehnində şübhat yoxdur? Məyər qəlbində narahatçılıq yoxdur? İstə Allahdan, gəl belə məclislərə, istə Allahdan ki, Pərverdigar-ı aləm, mənim zehniyyəmi qarışdıran suallara bir cavab verginən ilahi. Pərverdigar-ı aləm, məni dərdəsərə salan fikirlər ki vardı, ixtilafdan ibarətdir, böhtandan ibarətdir, şərridən ibarətdir, cürəbə-cürə günahlar var. Allah onları müalicə elə bu məclislərdə. Və əlbəttə ki, Allah təbarəkə və təala əgər müttəqi olsa, əgər bu yardımı Allahdan alsa, əgər Allahdan imdad istəsək, Allahdan özgəsindən üzülsək, Allah fərq qoymaz ki, sən ərəbsən, mən əcəməm, o türkdir, bu farsdır. Allah buna fərq qoymaz ki, Allah hidayət eləyər. Bəs nəticə əgər hidayət olmuruqsa, günah özümüzdədir. Və Allaha an verdirək öz izzəti cəlalına, Allah Teala bizi hidayət eləməmiş dünyadan aparmasın inşallah. Və Pərverdigar-ı aləm İmam-ı Zamanın pak və mütəhhər qəlbin bizdən razı və xoşnud eləsin inşallah. Pərverdigar-ı aləm Allah dininin müdafiəsindən ötəri bu günlərdə zindanlarda olan mümin qardaşlarımızı, məxsusən Hacı Möhsün Səmədov qardaşımızı digər məhbuslarla bahəm tezliklə azad eləsin inşallah. Və Pərverdigar-ı aləm cəmiən iltiması dua eləyənlərin duası müstəcab eləsin. Xəstələrimizə yoxdan var olan şəfai acil inayət eləsin. Allah Teala bu bir-iki gündən sonra ki xalqımızın böyük faciəsindən olan Xocalı soyqırımı gəlir. Allah Teala o millətin qanun tökən qatillərə, erməni sehyonizminə və onların havadarlarına, onların daxili və xaricdən dəstək verənlərə Allah Teala lənət eləsin. Allah Teala vətən yolunda şəhid olanlarımızın ruhlarını şad eləsin inşallah. Dualarımızın dərəcəyi qabulu xatirinə, bayramımızın mübarək olması xatirinə, Peyğəmbər və Ali Peyğəmbərin kəmali, cəmalına salavat edəyək.